İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. Açılış mərasimi bədii hissə ilə davam edib. Daha sonra turnir açıq elan edilib. Ədliyyə Nazirliyi ilə Müdafiə Nazirliyinin komandaları arasında oyun start götürüb. Azərbaycan Mini Futbol Federasiyasının icrası vitse-prezidenti Talih Nəsibov bu cür turnirlərin mini futbolun inkişafına təkan verdiyini bildirib. Bu Dövlət Qurumları Liqasının təşkilatçılığı, həm mini futbolun inkişafı, həm komanda ruhunun inkişafı dövlət qurumları arasında sağlam və komanda ruhu yetişməsinin belə də nümunəsidir. Əlbəttə ki, bu həm federasiya olaraq bizi sevindirir, çünki ölkədə dövlət qurumları ilə yanaşı digər yarışlar keçirilir və bu yarışlara ildən ilə daha da artır və ildən ilə bu yarışların keçirilməsi böyük vüsət alır. Qeyd edək ki, yarış 2026-cı ilin mayında yekunlaşacaq.